UEFA Konferans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Azərbaycanın Zirə klubu Estoniyanın Payde komandasını qəbul edəcək. Qarşılaşma öncəsi komandanın baş məşqçisi Rəşad Sadıqov bildirib ki, Estoniyada keçilən ilk qarşılaşmada komanda oyun planını böyük ölçüdə yerinə yetirsə də, yaradılan imkanlardan istifadə etmək mümkün olmayıb. Onun sözlərinə görə Payde təcrübəli və nəticə üçün oynamağı bacaran komandadır. Buna baxmayaraq Zirə doğma meydanda daha fəal çıxış edərək üstünlüyünü hesabda da əks etdirməyə çalışacaq. Avrokuboklarda həmişə futbolçularıma deyirəm, mən yetərincə təcrübəm var, 110 oyuna yaxın Avrokubok oyun oynamışam. Burada elə-belə oyun olmur, burada elə-belə rəqib olmur. Burada oyunlar zamanı ola bilərsən, hansısa oyun sənin üçün istədiyin kimi gedər, rahat gedər, amma hər an rəqib burada nəticəni dəyişə bilər və bəzən də görsən ki, yaxşı oynamaq kifayət eləmir. O yüzden sabahları inşallah biz həm yaxşı oynayıb, həm də ki yaxşı nəticə qazanmaq istəyirik. Təbii olaraq başa düşürük, qarşımızdakı rəqib də yenə vurğuluyuram, təcrübəli rəqibdir. Heyətində də təcrübəli futbolçuların sayı çoxdur, yaxşı məşqçiləri var, təcrübəli məşqçidir, futbolçuluq dövründə də yaxşı çempionatlarda çıxış eləyib. Braziliyalı müdafiəçi Juan Renato ilk oyunda komandanın üstün tərəf olduğunu, lakin bunun nəticəyə əks olunmadığını bildirib. O, cavab görüşünə daha ciddi hazırlaşdıqlarını və əsas məqsədlərinin növbəti mərhələyə yüksəlmək olduğunu vurğulayıb. Cavab maçında qalib gəlmək istəyirik. İlk oyunda biz üstün idik. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Cavab görüşünə də ciddi hazırlaşmışıq. Növbəti mərhələyə vəsiqə qazanmağı hədəfləyirik. Qeyd edək ki, UEFA Konferans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu iyulun 30-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Maçın start fiti saat 20:00-da səslənəcək. İlk görüşdə Estoniya təmsilçisi minimal hesablı qələbə qazanıb. Zirə növbəti mərhələyə yüksəlmək üçün doğma meydanda ən azı 2 top fərqi ilə qalib gəlməlidir. 1 top fərqli qələbə isə qarşılaşmanı əlavə vaxta daşıyacaq.